Əsas məqsəd Şahyar müəllimi ad gününün qeyd edilməsi. Üst söz mən istəyirdim 15-ində tədbir keçirdək. Lakin bilirsiniz, Sumqayıt əvvəl deyirlər, Gənclər şəhəridir. Sumqayıt tarixən yarandığı gündən bu günə qədər insanlar işlə məşğul olub. Zəhmət adamları olub, işgüzar insanlar olub. İş vaxtı heç vaxt işdən uzaqlaşmayıblar. Məsləhətləşdik Şahyar müəllimlə. Şahyar müəllim də dedi ki, mən üzvlərimizlə məsləhətləşim, 6-cı bazar gününün birinə nizamlayalım. Bəli, bugün də 6-cı gündür, ayın 20-si. İlk öncə Şahyar müəllimi doğum günü münasibətilə hamımızın adından təbrik edirəm. Uzun, mənalı ömür, can sağlığı arzu edirəm. Biz Şahyar müəllimə bu birliyin əvvəlindən İctimai Nəzarət Şurası olan dövrdən fəaliyyət göstərmişik. Bir-birimizi yaxından tanıyırıq, bir-birimizin sözünün necə olduğunu da yaxşı bilirik. Şahyar müəllimi tanıdığım gündən bu günə qədər ona inanmışam, etibar eləmişəm və hal-hazırda da sədrin birinci müavini kimi fəaliyyət göstərir. Sizin də hər birinizə inanım və etibarım var. Ona görə də bugün biz bir yerdəyik. Şahyar müəllimə uzun ömür, can sağlığı, birliyin inkişafında yüksək nailiyyətlər arzu edirəm. Sağ olun. Ad günün, şad günün, doğum günün mübarək olsun.